İran güləşinin dahilərindən olan Məhəmməd Bəna Azərbaycan milli komandasına növbəti Olimpiya oyunlarında qızıl medal qazandırmalıdır. Məhz buna görə İranlı mütəxəssisi Azərbaycana dəvət ediblər və bu gün Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi təyin etdilər. Bəna öz köməkçilərini də təqdim etdi. Bunlar Nurəddin Rəcəbov, Rövşən Bayramov və son Olimpiya oyunlarında Azərbaycandan çıxış edən və karyerasını başa vuran Sabah Şəriətidir. Bu komanda ilə Bəna 2 il yarım ərzində milli komandanı hazırlaşdıracaq və çox çalışacaq ki, Los Angelesdə keçiriləcək Olimpiya oyunlarında Azərbaycan millisi 24 ildən sonra yenə də qızıl medal qazansın. Yadınıza salım ki, sonuncu dəfə Afina Olimpiya oyunlarında 2004-cü ildə Yunan-Roma güləşçisi Fərid Mansurov çempion olmuşdu. Ümid edək, gözləyək və komandamıza uğurlar.